Mənim adım Ayandır. 35 yaşım var. Muratla 10 ildir evliyik. Fərid adında 7 yaşlı bir oğlumuz var. Əvvəllər çox yaxın idik, xoşbəxt idik. Amma indi hər şey fərqli gəlir. Son bir neçə aydır ki, Murat çox dəyişib. Evə gec gəlir. Səssizcə yeməyini yeyir, televizora baxır və yatır. Həftə sonları deyir ki, işləri var. Ya dostları ilə çayxanaya, ya da futbola gedir. Bəzən isə özünü iş otağına qapıyır. Həmişə deyir, məşğulam. Əvvəllər ona sənədlərində və işlərində kömək edərdim. Amma indi heç kimin köməyini istəmir. Heç kimə etibar etmirəm, deyir. Əvvəlcə bu dəyişikliyi hiss etmədim. Xırda şeylərlə başladı. Günümün necə keçdiyini soruşmağı tərk etdi. Telefonunu həmişə üzü aşağı qoymağa başladı. Bəzi gecələr eyvana çıxıb, pıçıltı ilə telefonla danışır. Sadəcə işlə bağlıdır, vacibdir, deyirdi. Əvvəllər kiçik ənənələrimiz var idi. Hər axşam armudu stəkanda çay süzürdük. Bir yerdə oturub gülür, bir-birimizin gözlərinə sevgi ilə baxırdıq. İndi isə yalnız səssizlikdir. Nə çay var, nə söhbət, nə də biz. Keçən həftə Fəridi anamgilə göndərdim. Niyə ana? Deyə balaca oyuncaq maşınını tutaraq soruşdu. Çünki atanla biraz tək vaxt keçirmək istəyirəm, deyə özümü gülümsəməyə məcbur etdim. O gecə şam yeməyi hazırladım, şamlar yandırdım və gözlədim. Murad evə gələndə üzümə belə baxmadı. Salam, dedim yavaşca. Salam, deyə cavab verdi. Gözü hələ də telefonundaydı. Səssizcə yeməyini yeyib, birbaşa yatmağa getdi. Mətbəxdə oturub saata baxırdım. Çayım isə çoxdan soyumuşdu. Həyatımda ilk dəfə öz evimdə özümü yad biri kimi hiss etdim. O gecə qərara gəldim ki, artıq özümü aldatmayacağam. Onunla mütləq danışmalıydım. Onun ən sevdiyi yeməyi yarpaq dolmasını bişirdim. Bir vaxtlar çox bəyəndiyi qırmızı donumu geyindim. Saçımı düzəltdim. Hətta makiyaj da elədim. Evə gələndə yorğunluqdan çiyinləri düşmüşdü. Şamları görmədi. Məni də görmədi. Gözləri yorğun idi. Əlbəttə sevirəm. Sadəcə gərginəm. Bu aralar işlərim çox ağırdı. Başımı yellədim. Amma daxilən buna inanmırdım. Və ən çox qorxduğum sualı verdim. Həyatında başqası var? Başını qəfil qaldırdı. Yox, qətiyyən, tez cavab verdi. Sadəcə zamana ehtiyacım var, Ayan. Səndən xahiş edirəm, biraz səbirli ol. Ona inanmaq istəyirdim. Buna görə də yaxşı, gözləyərəm, dedim. Amma içimdə hələ də tək idim. Bir axşam Fərid yanında oturdu və pıçıldadı. Ana, atam niyə həmişə əsəbidir? Mən nəsə səhv eləmişəm. Onu bərk-bərk qucaqladım. Yox balam, sənlik heç nə yoxdur. Göz yaşları içində gülümsəməyə çalışaraq dedim. İkimiz üçün həftə sonu harasa getməyi təklif etdim. Murad dedi, indi yox Ayan, bəlkə gələn ay. O gecə qaranlıqda oturub toy albomumuza baxırdım. Şəkillərdəki gülüşlərimizə toxunur və bir-birimizi harada itirdiyimizi düşünürdüm. Bir həftə sonra Fəridi yenə anamgilə göndərdim. Düşündüm ki, bəlkə yenidən yaxınlaşa bilərik. Amma Murad evə gələn kimi dinməz söyləməz otağına keçdi. Qapının yanından keçdim. Əlimi qapının dəstəyinə uzatsam da döyə bilmədim. Əvəzində mətbəxdə oturdum. Soymuş çay stəkanımın kənarına toxunaraq öz-özümə pıçıldadım. Görəsən, o ümumiyyətlə məni görür. O gecə, o yatandan sonra içimdə nəsə qırıldı. Bildim ki,
belə əbədi yaşaya bilmərəm. Növbəti axşam Fəridi yatırandan sonra Murad hamamdaydı. Telefonu masanın üstündə qalmışdı. Ekran işıqlandı. Mesaj gəlmişdi. Ürəyim dayandı sanki. Bir qadından idi. Sənin üçün darıxmışam. Bugün heç məni düşündün? Donub qaldım. Əllərim əsdi. Mesajı açmağa ehtiyac belə yox idi. Sözlər hər şeyi deyirdi. Murad hamamdan heç nə olmamış kimi gülümsəyərək çıxdı. Ona baxdım və ürəyimin parça-parça olduğunu hiss etdim. O gecə yanında səssizcə uzandım. O rahatca yatırdı. Mən isə yalnız özümün bildiyim bir ürək ağrısı içində boğularaq səssizcə ağladım. Ertəsi gün Fərid yatandan sonra onu qonaq otağında gözlədim. Murad otağından çıxanda dedim, Murad, əyləş, danışmalıyıq. O qaşlarını çatdı. Ayan, yorğunam, olar ki, yox sözünü kəstim. İndi. Onun telefonunu masanın üstünə qoydum. Mesajı gördüm. Onun rəngi ağardı. Sənin düşündüyün kimi deyil, deyə kəkələdi. Düşündüyüm kimi deyil, səsim əsdi. O deyir ki, sənin üçün darıxır. Soruşur ki, bugün onu düşünmüsənmi? O alnını ovuşdurdu. Sadəcə söhbət edirdik, gərgin idim. Birinə ehtiyacım var idi. Birinə? Ağlamaqdan gözlərim yanırdı. Sözünü kəsdim. Öz yoldaşına yox? 10 ildir sənin arxanda duran, sənə dayaq olan qadına yox? O ağır bir ah çəkib başını aşağı saldı. İşlərin bu yerə çatmasını istəməmişdim. Bağışla Ayan. Sinəm sıxıla-sıxıla ona baxdım. Sən mənim gözümün içinə baxdın. Mənə dedin ki, gözləyim. Sənə inandım. Bunun mənə nələr yaşatdığını bilirsən? O pıçıldadı. Səni sevməkdən heç vaxt vaz keçmədim. Başımı yavaşca yellədim. Yox Murad, sevgi bu deyil. Sevgi yalan danışmaq, sir saxlamaq deyil. Sevgi məni bu evdə yoxmuşam kimi hiss etdirmək deyil. Otağa səssizlik çöktü. Bir vaxtlar hər şeyi bölüşən iki insan, indi bir-birinə tamam yad idi. Nəhayət pıçıldadım. Mən artıq belə yaşaya bilmərəm. O gecə Fəridlə özüm üçün balaca bir çanta yığdım. Masanın üstündə bir məktub qoydum. Səni hələ də sevirəm Murad. Hələ də bizim üçün ümid edirəm. Amma mən bu ailə üçün çalışan tək adam ola bilmərəm. Məndən gözləməyimi istədin. Mən gözlədim. İndi isə özümü yenidən tapmalıyam. Fəridin alnından öpdüm. Çantanı götürüb qapıya doğru getdim. Əllərim əsirdi. Amma ürəyim qəti idi. Arxaya baxmadım. Bəzi yaralar gözləməklə sağalmır. Bəzi sözlər artıq qırılmış olanı düzəldə bilmir. O gecə bir şey anladım. Bəzən sevgi kifayət etmir. Və bəzən edə biləcəyin ən cəsur hərəkət özünü seçməkdir. Mən ağrı əvəzinə hüzuru seçdim. Bəs siz Ayanın yerində olsaydınız, bağışlayardınızmı? Fikirlərinizi rəy bölməsində paylaşın. Əgər hekayəni bəyəndinizsə, bəyənməyi və abunə olmağı unutmayın.